Salam uşaqlar, biz bugün məntiqin 99 və 100-cü səhifələrini yerinə yetirəcəyik. Gəlin suallarla bir-bir tanış olaq və onları həll edək. Birinci sualımıza baxaq. Və biz bu cür tapşırıqları necə demişdik? Birinci sıra birinci sıraya aiddir. İkinci sıra ikinci sıraya aiddir. Üçüncü sıra üçüncü sıraya aiddir. Düzdür? İndi baxırıq. Birinci sırada var xoruz, ördək, 2 qəhvəyi toyuq. Burada birinci sırada var 8, 1, 4, 1. Nədən 2 dənədir? 1-dən. Burada nədən 2 dənədir? Qəhvəyi toyuqdan. Qəhvəyi toyuqlar oldu 1. Harda varsa yazırıq 1. İkinci sırada yenə qəhvəyi toyuq, ördək, xoruz. Və 8, 4 rəqəmləri qalır burada. Düzdür? Amma biz bilmirik. Xoruz 8-dir, ördək 4-dür. Onu 3-cü sırada müəyyən edəcəyik. 3-cü sırada var qəhvəyi toyuq, xoruz və ağ toyuq. Baxın, bütün şəkil, yəni bütün tapşırıq ərzində ağ toyuqdan bir dənədir. Baxırıq 3-cü sırada heç işlənməyən rəqəm də 3-dür. Deməli, ağ toyuq oldu 3. Ağ toyuq 3-dürsə, qəhvəyi toyuqlar da 1-dirsə, onda xoruza neçə düşür? 4. Xoruz olur 4. Xoruz 4-dürsə, onda ördəyə düşür 8. Deməli, xoruz 4, ağ toyuq 3. Alınır nə? 413. O da var C bəndində. Toplama əməli ilə gedəcəyik bunu da. Məchul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. Yəni, bizə verilən, baxın, bu hissəni çıxırıq. Çıxdıq. Yerdə bu qalır. Bu da hansı bənddədir? B bəndi. Ayın üstünə panda gəlmişi elib 9. Neçə üstünə neçə gəlir 9 eləyir? 1-in üstünə 8, 2-in üstünə 7, 3-ün üstünə 6, 5-in üstünə 4 və s. Amma eyni zamanda o ədədləri çıxanda da 5 qalmalıdır. Məsələn, biz bunu götürürük 2, bunu götürürük 7. Niyə? Çünki 7-dən də 2 çıxanda 5 qalır axı. Və yaxud da ki 12-dən 7 çıxanda 5 qalır. İndi ayılara yazırıq 2, pandalara yazırıq 7. Bu da çıxma əməlidir. 2-dən 7 çıxmaq olmur. 7-dən pay götürürük. 6. 2 də olur neçə? 12. 12-dən 7 çıxırıq. 5. 6-dan 2 çıxırıq. 4. Düzgün yerinə yetirdik. Deməli 2 7-dir. İndi bunu yerinə qoyuruq. 77-dən çıxırıq 22-ni. O da edir 55. Davam edirik. 4-cü sual. Tərəflərlə verib 3 bucaqdırsa olacaq 3. 9 çıx 3, 6. 6 üstə gəl 4. 10. 10 çıx 5. 5. 5 üstə gəl 4. 9. 9 üstə gəl 3. 12. 12 çıx 6, 6. Deməli, dondurma oldu neçə? 6. İndi 6 üstə gəl 3. 9. 9 çıx 4. 5. 5 üstə gəl 3. 8. 8 çıx 4. 4. 4 üstə gəl 3. 7. 7 də var B bəndində. 2 məntiqlidir. Tapşırıq. Deməli, qozanın bir məntiqi var. Yarpağın da bir məntiqi var. 3 ilə 6 olub 7. 8 ilə 17 olub 23. Buradakı məntiq budur. Verilənləri toplayırıq. 3-ün üstünə 6. 9. Alınan ədəddən 2-ni çıxırıq. 7. Deməli, qozanın məntiqi nədir? Əvvəlcə verilən ədədləri toplayırıq, ikisini çıxırıq. İndi gəlin onu birisində yoxlayaq. 8 ilə 17, 25, ikisini çıxdıq, 23. Düzgündür. 9 ilə 6, 15 olub. 9 ilə 6 neyəsə 15 eləyir? Toplasaq. Deməli, yarpaq sadəcə toplamadır. 9-un üstünə 6, 15, 6-ın üstünə 2, 8. İndi birinci bu mötərizə ilə gedirik. 3 ilə 8 verib və qoza verib. Qozada nə edirdik? Verilən ədədləri toplayırıq, sonra ikisini çıxırıq. 3-ün üstünə 8, 11, ikisini çıxdıq, 9. İndi bu mötərizəni tapırıq. Yarpaq sadəcə toplama idi. 9-un üstünə 5 gəlirik, eləyir 14. İndi 9 qoza 14. Qozanın məntiqi nə idi? Əvvəlcə toplayırıq, sonra ikisini çıxırıq. 9-un üstünə 14 gəlirik. 23, ikisini çıxırıq, 21. 29, 32, arada da 2 dənə 3 bucaq. Yəni 3 bucaqların tərəfləri ilə saysaq 6. 29, 32, 6 olub 22. Burada məntiqimiz nədir?
29 ilə 32-ni toplasaq, deyək ki, eləyir 61. 61-dən 6-nı çıxsaq, 55 eləyir. Burada aidiyyatı 61 üstünə 6 da gəlsə 67 eləyir. Yenə də 22 aidiyyatı yoxdur. Deməli, burada məntiq nədir? Rəqəmlərin cəmi ilə gedirik. 2 üstünə 9, 11. 3 üstünə 2, 5. 2 dənə də 3, 6. İndi bunların hamısını toplayırıq. 11 üstünə 5, 16. 16 üstünə 6, 22. 2 üstünə 8, 10. 1 üstünə 6, 7. 3, 3, 6, o da 4. Bu da eləyir 10. 10, 10, 20, o da 7, 27. Düzgün. Deməli, düzgün məntiq deyil. 6-nın üstünə 2, 8. 2-nin üstünə 5, 7. Deməli, 4 bucaq, 3 bucaq, 7. O da 6, 13. 13 ilə 7 eləyir 20. O da 8, 28. O da var A bəndində. Cədvəl. Cədvəl görən kimi birinci bunları ayırmalıyıq mütləq şəkildə. Deməli, 49-un yuxarısında pizzadır, solunda 38-dir. 38-in üstünə neçə gəlsək 49 eləyir. Məchul toplananı tapmaq üçün 49-dan 38-i çıxırıq. Pizza olur neçə? 11. Bu birisini tapırıq. Deməli, solu 13-dür, yuxarısı pizza dilimidir. 13 üstünə neçə gəlsək? Deməli, yox. Əvvəlcə pizzanı buradan tapırıq. Pizza dilimini. Deməli, solu 9-dur, yuxarısı pizzadır. Neçədən 9 çıxsaq 11 qalar. Azalanı da tapmaq üçün çıxılanla fərqi toplayırıq. 11 ilə 9-u toplayırıq, edir 20. Deməli, pizza dilimi elədi 20. İndi bizdən bunu istəyir. Yuxarısı 20-dir, qırağı 13-dür və məntiqi nədir bu cədvəldə? Toplama. 20-nin üstünə 13 gəlirik. 20-nin üstünə 13 gəlirik. O da eləyir 33. 7-nin üstünə 8. 15. 5 yazdıq. 1 yadda. İndi 1, 1 də yadda. 2. Bu y5-dirsə bu da 5 olacaq uşaqlar. İndi bax burada 1 var. 1 də yadda 2. 2-nin üstünə neçə gələndə 5 eləyir? 3. Deməli x oldu 3. X 3-dür. Y 5'dir. X 3'dür. Y 5'dir. 5'in üstüne 3. 8. 3'ün üstüne 5. 8. Z eyni hərf. 8 8 eyni rəqəm. İndi bunların hamısını buraya yerləşdiririk. X 3 idi. Z 8 idi. Y-də neçə idi? 5. 38'in üstüne 5 gəlirik. 8'in üstüne 5. 13. 1 yadda. 3. 1 də yadda. 43. Kublar mərtəbələri sayırıq. 1, 2, 3, 4 mərtəbə var. Bir də 2 mərtəbə var. 4 mərtəbədən neçəsi nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Bu elədir 32. 2 mərtəbədən 1, 2, 3, 4 dənə. Deməli, 32, bu eləyir 32, bu da eləyir 8. 32-nin üstünə 8, 40. Elədir 40. Burada hamısı 1, 2, 3, 4 mərtəbədir və 4 dənədir. 4 vur 4 eləyir 16. Bu da elədir 16. 40 ilə 16-nı toplayırıq, eləyir 56. Şəkillərdən hansı digərlərindən fərqlidir? 4 dənə corab verib, 3'ü eynidir, biri fərqlidir və burada corabın dabanlıq hissəsinə baxın. Dabanlıq hissəsinə baxın, sarı, 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 yaşıl. Deməli, fərqlilik yaşıldadır. Cümləni tamamlayın. Bugünün işini qoyma. Gün ortaya qoyma, axşama qoyma, sabaha qoyma, dünənə qoyma. Bu atalar sözüdür və atalar sözünü biz dəyişə bilmərik. Necə var elə deməliyik. Bugünün işini sabaha qoyma. C bəndi. 12-ci və sonuncu sual. Ananızın qardaşı sizin nəyinizdir? Anamızın qardaşı bizim nəyimizdir? Əmimizdir, dayımızdır, qardaşımızdır, babamızdır. Əmi atanın qardaşıdır. Qardaş elə sizin öz qardaşınızdır. Baba ana ilə atanın atasıdır. Anamızın qardaşı nə olur? Dayı. Düzgün cavab B bəndi. Bugünkü məntiq dərsimiz bu qədər. Ümid edirəm bütün sualları, tapşırıqları başa düşdünüz.
Kim hansı tapşırığı başa düşməsə, şərh bölməsində qeyd edə bilər.